Hər vaxtınız xeyir olsun dəyərli dinləyicilər, eləcə də izləyicilər. Mən Xanlar Medianın təqdimatında Gündəm Qarabağ verilişini dinləyirsiniz. Bizi həmçinin izləyə bilərsiniz sosial şəbəkələrdən, Facebookdan və YouTubedan CBC FM Azərbaycan yazmaqla bilirik ki, Azərbaycan, Gürcüstan və Ermənistan Xarici İşlər Nazirlərinin rəsmiləri Gürcüstanda bir görüş keçirdi və oradan hansı məsələlər müzakirə edildi. Ondan öncə də Gürcüstan prezidentinin Azərbaycana səfəri var idi və daha sonra İrəvana səfər eləyəcək, daha sonra Türkiyəyə səfər eləyəcək. Ümumiyyətlə bu səfərlər kontekstində Qarabağ məsələsi, yəni sülh prosesi daha doğrusu hansı istiqamətdə öz həllini tapacaq, Azərbaycanın dediklərinə Ermənistan razılaşacaqmı, ortaq məxrəc tapılacaqmı? Bu istiqamətdə istəyərdik ki, elə Tural İsmayılovla danışaq. Hər vaxtınız xeyir, Tural. Hər vaxtınız xeyir. Ümumiyyətlə bu səfərlər çərçivəsində biz hansı irəliləşləri görə bilərik? Nəzərə almaq lazımdır ki, cəmi bir həftə əvvəl Türkiyədə Antalya Diplomatiya Forumu çərçivəsində Gürcüstan, Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlərinin iştirakı ilə Cənubi Qafqazın siyasi vəziyyəti və gələcək proqnozlarla bağlı bir toplantı həyata keçirilmişdir və o toplantıda hər üç ölkənin Xarici İşlər Nazirləri bundan sonra da qarşılıqlı əməkdaşlıq perspektivlərinin imkanları və mövcudiyyəti haqqında maraqlı diskussiya və fikir mübadiləsi aparmışdı və doğrudan da Azərbaycan dəfələrlə vurğulayıb ki, Cənubi Qafqazla bağlı məsələləri həll etməyə ümumiyyətlə Cənubi Qafqazın inkişafını nəzərdən keçirmək üçün burada kənardan gələn regiondan kənar siyasi güclərin təmsilçiliyinə imkan vermək olmaz. Əsasən üç Cənubi Qafqaz ölkəsi bir araya gəlib məsələləri həll etməlidir. Amma 30 il ərzində Ermənistan, Azərbaycan torpaqlarını işğal altında saxlaması və post-işğal dövründə də hələ də Ermənistanı, Azərbaycanı müxtəlif təxribatlara cəlb etmək arzusu. Təəssüflər olsun ki, o bizim Cənubi Qafqazda üç ölkənin müxtəlif məsələləri müzakirə etmə imkanlarını aşağı salırdı. Amma təqdirə layiq haldır ki, Antalya Diplomatiya Forumunda üç ölkənin Xarici İşlər Nazirinin görüşündən sonra əldə edilən qərar əsasında Gürcüstanda, Gürcüstan, Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlərinin müavinləri arasında üç tərəfli görüş keçirilir. Bundan əvvəl ölkəmiz bilirik ki, 3+3 platformasını irəli sürübdür və Türkiyə prezidenti cənab Rəcəb Tayyip Ərdoğan tərəfindən də təşviq edilirdi bu ideya və 3+3 platforması çərçivəsində əməkdaşlıq da elə Azərbaycanın regional həmrəyliyə baxışlarını özündə etibar edirdi və 3+3-dəki üçlünün biri təbii ki, bu Cənubi Qafqaz triosudur və Azərbaycan ümumiyyətlə həmçə dediyim kimi bu Cənubi Qafqazda bir sıra kommunikasiya, logistika layihələrinin reallaşdırılmasını, eyni zamanda bu bölgənin dünyanın ən önəmli geopolitik nöqtələrindən biri halına gəlməsini həmişə hədəfləyibdir. Ona görə cənab prezident vurğulayır ki, Ermənistan dövləti Azərbaycan torpaqlarını işğal etməsəydi, ölkəmizə qarşı müxtəlif soyqırımlar və dövlət cinayətləri baş verməsəydi, Ermənistan da Cənubi Qafqazda formalaşacaq əməkdaşlıq imkanlarından yararlana bilərdi. Ermənistan da düşdüyü o iqtisadi siyasi dalan situasiyasında olmazdı. Bundan əvvəl də ötən il cənab prezidentin bilirik Gürcüstana səfərləri olmuşdu və Tbilisidə Prezident İlham Əliyev Gürcüstanın Azərbaycanla Ermənistan arasında sülh danışıqlarında vasitəçiliklə bağlı çağırışlarını dəstəkləmişdi. Amma regiondan kənar qüvvələrin, özəlliklə Fransanın əlinin altında oyuncağa çevrilən Ermənistan hakimiyyəti təəssüflər olsun ki, Gürcüstanın Azərbaycanla Ermənistan arasında müxtəlif problematik məsələlərin həllində uğurlu bir ev sahibliyi və yaxud da moderator platforması təklif etməsinə bir cavab vermədi. Amma indi dediyimiz kimi Antalya Diplomatiya Forumunda üç ölkənin Xarici İşlər Nazirinin görüşündən sonra Gürcüstanda Xarici İşlər Nazirlərinin müavinlərinin görüşü müəyyən perspektivlər vəd edir. Amma hər bir halda hamıya bəllidir ki,
bütövlükdə bu Cənubi Qafqazdakı razılaşmalar və eyni zamanda siyasi anlaşmaların əldə edilməsi Ermənistandan asılı olan bir vəziyyətdədir və bugün Ermənistan konstitusiyasının dəyişməməsi və yaxud da Ermənistanın hələ də AKT Minsk qrupunun ləğvi ilə bağlı praktiki addımlar atmaması təbii ki, Azərbaycanla sülh müqaviləsini də ləngidir, baxmayaraq ki, sülh müqaviləsinin maddələri üzərində artıq razılaşmanın olduğunu həm Azərbaycan, həm Ermənistan vurğulayıbdır. Amma söylədiyim faktorlar real sülhün əldə edilmə imkanlarını ləngidir və bu da Cənubi Qafqazda Ermənistanın özü üçün lazım olacaq xilas yollarını da qapatmış olur. Baxın, Gürcüstanla Azərbaycan arasında 30 il ərzində əməkdaşlıq hansı səviyyəyə gəlib çatıb və bugün Gürcüstan-Azərbaycan iqtisadi münasibətləri ən yüksək səviyyədədir. Gürcüstanın həm baş naziri İrakli Kobaxidze, həm də ki bir neçə gün əvvəl Gürcüstan prezidenti Mikhail Kavelaşvilinin ilk xarici səfərini də Azərbaycana etməsi bax bu əlaqələrin nə qədər yüksək səviyyədə olduğunu göstərir və hesab edirəm ki, Ermənistan da o tarixi provokasyon mövqələrindən əl çəksə, doğrudan da onun üçün də Cənubi Qafqazda sözün kobud mənasında və həqiqi mənasında yaşıl işıq yanar. Tural müəllim, Ararat Mirzoyanın çıxışında mən keçən dəfə bir yazısını oxudum. O deyir ki, 1918-ci il xəritələrinə baxsaq, Azərbaycan konstitusiyası da ona söykənir. Demək olar ki, Ermənistanın 60% Azərbaycan ərazisidir. Və bu istiqamətdə də deyir Azərbaycan da müəyyən dəyişikliklər etməlidir. İndi də bu versiyanı atırlar ortaya. Və bu əlbəttə ki, boş, absurd yanaşmalardır. Birincisi, əlbəttə ki, Azərbaycan 1918-ci ildə, yəni Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə ərazilərindən vaz keçəcək deyil ki, Ermənistan Xarici İşlər Naziri özü də etiraf eləmiş olur və bilir ki, Azərbaycanın əraziləri zorla qoparılıb Ermənistana verilib, amma Azərbaycan konstitusiyasında bir dənə də elə bir maddə yoxdur ki, 1918-ci ildəki ərazilərimizin geri qaytarılmasıyla bağlı açıq çağırışlar olsun. Amma Ermənistanın konstitusiyasının istinad etdiyi müstəqillik haqqında faktiki olaraq Azərbaycan ərazilərinə qarşı iddialar var və Ermənistanın baş naziri Nikol Paşinyan özü də artıq bir neçə gün əvvəl açıqlamasında qeyd elədi ki, biz həmin konstitusiyamızı yenidən işləyərkən müstəqillik aktına istinaddan qurtulmalıyıq. Çünki orada açıq-açığına Qarabağa, Türkiyənin Ağrı vilayətinə ərazi iddiaları var. Amma Azərbaycan öz tarixi əraziləri vurğulanır Azərbaycan İstiqlal Bəyannaməsində. Amma heç bir halda İstiqlal Bəyannaməsinə istinad edilərək o torpaqların geri qaytarılması ilə bağlı bir çağırış yoxdur. Və doğrudan əgər həqiqətən də Ermənistan konstitusiyasındakı kimi qarşı tərəfə qarşı hansısa ərazi iddiaları olsaydı, əmin olun ki, Ararat Mirzoyan da Nikol Paşinyan da bu məsələni indiyə qədər dəfələrlə müxtəlif beynəlxalq platformalarda qaldırıb qara qışqırıb qopardardı. 100%. Çox təşəkkür edirəm və bir daha biz səslənmək yəni istəyirik ki, yəni həqiqətən də Azərbaycanın heç bir ölkənin ərazisinə iddiası yoxdur. Biz sülh istəyən bir dövlətik, elə ona görə də yəni Ermənistan da ağlı başına gəlsə və ağlı olsa, inkişaf eləmək istəsə, təbii ki, bizlə o sülh müqaviləsini imzalayacaq. Necə ki, Tural İsmailov bunu dedi. Gündəm Qarabağ verilişi isə bununla da yekunlaşır. Siz isə bizi dinləməkdə, eləcə də izləməkdə davam edin. Sağ olun, salamat qalın.